Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə birlikdə maqnit sahəsinin davamı olaraq amper qüvvəsi və Lorentz qüvvəsinin dərs əsaslarına baxacağıq. Deməli uşaqlar, vaxt itirmədən başlayaq maqnit sahəsindən cəryanlı düz naqilə təsirin amper qüvvəsinə. Uşaqlar, maqnit sahəsində cəryanlı naqilə təsir edən qüvvəyə amper qüvvəsi deyilir. Amper qüvvəsi həmişə yadımızda qalsın. Alimlərin adları olan amper qüvvəsidir, Lorentz qüvvəsidir. Bunlar hər zaman Solel qaydası ilə təyin edəcəyik. Deməli, indi baxaq. Maqnit sahəsində cəryanlı naqilə dedik, təsir edən qüvvəyə amper qüvvəsi deyilir. Amper qüvvəsinin modulu həmişə cərəyan şiddəti, induksiyasının modulu naqilin uzunluğu və cərəyan istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinus alısına bərabərdir. Yəni, F amper bərabərdir I/BL sinus alfa düsturunun təyin olunur. Burada I naqildən axan cərəyan şiddəti, B maqnit sahəsinin induksiyası, L isə naqilin uzunluğu götürülür. Uşaqlar, burada alfa, sinus alfa isə cərəyan şiddəti ilə B maqnit induksiyası arasında qalan bucaqdır. Yəni, I ilə B arasındakı bucaq sinus alfanı göstərir. Buradan təbii ki, görsənir ki, amper qüvvəsi cərəyan şiddəti ilə, maqnit sahəsinin induksiyası ilə və eyni zamanda naqilin uzunluğu ilə düz mütənasib asılıdır. Aha, deməli uşaqlar, alfa cərəyanın istiqaməti ilə dedik ki, yəni I ilə B arasında qalan bucaqdır. Biz bilirik ki, sinus deməli 0 dərəcədə, 180 dərəcədə nəyə bərabərdir? Uşaqlar, 0-a bərabərdir. Doğrudur. İndi biz gətirib burada sinus alfanın yerinə, yəni ki, sinus 180 dərəcədə, sinus 0 dərəcədə bizə verilsə, nə olacaq? Ümumiyyətlə, amper qüvvəsi özü 0-a bərabərdir. Çünki 0-ı nəyə vursaq, təbii ki, 0 eləyəcək. Bu belə. Deməli, alfa 0 dərəcə və 180 dərəcə olanda B cəryanın istiqaməti paralel olarsa, amper qüvvəsi 0-a bərabər olur. Deməli, paralel olanda amper qüvvəsi nəyə bərabər olur? 0-a. Baxın, uşaqlar, burada həqiqətən də paraleldir, 0-a bərabərdir. Uşaqlar, alfa bərabərdir 90 dərəcə olarsa, biz bilirik ki, sinus 90 dərəcədə 1-ə bərabərdir. O zaman yazacağıq nə? F amper bərabərdir I/BL sinus alfa. Sinus alfanın da yerinə 1 yazanda nə olur? I/BL. Budur belə. Yəni, amper qüvvəsi perpendikulyar olanda maksimum, paralel olanda 0 olur. Aha, dediyimiz kimi amper qüvvəsinin istiqaməti Solel qaydası ilə tapılır, təyin olunur. İndi görək Solel qaydası nədir? Baxın uşaqlar, Solelimizi maqnit sahəsində elə yerləşdiririk ki, maqnit induksiya vektorunun, maqnit induksiya xətləri B, baxın B hər zaman ovucumuza daxil olmalıdır. Ovucumuza daxil olmalıdır. Aha. Deməli, B ovucumuza daxil olsun. Uzatdığımız 4 barmağımız cəryanın istiqamətini göstərsin. Deməli, 4 barmaq cəryanın istiqamətini göstərir. Bu zaman 90 dərəcə açılan baş barmağınız olacaq nə? Amper qüvvəsinin istiqaməti. Baxın, həmişə baş barmaq qüvvəni göstərir burada. Amper qüvvəsinin istiqamətini göstərəcək. Lorentz qüvvəsi nədir? Təbii ki, Lorentzi. Amma indi biz amper qüvvəsindən danışdığımıza görə 4 barmaq cəryanın istiqamətini, amper qüvvəsi isə baş barmaqla fərqləndirilir. Baxın uşaqlar, eynən bu şəkildə. Biz bilirik ki, maqnit sahəsinin induksiya xətləri B hər zaman N-dən S-ə doğru axır. N-dən S-ə doğru axır. Həqiqətən də N-dən S-ə doğru axdı. Baxın, indicə qeyd etdim ki, sol əl qaydasına görə sol əlimizi elə tuturuq ki, sol əlimiz B ovucunuza daxil olsun. Baxın, gəldi ovucunuza daxil oldu, girdi ovucunuza. Heç nə, bu qədər. Deməli, baş barmaq amper qüvvəsini göstərsin, 4 barmaq isə cəryanın istiqamətini. Baxın, doğrudan da əlinizi belə tutanda bu 4 barmağınız var, ha. Bu cəryanın istiqamətini göstərirmi? Bəs bu baş barmaq amper. Başa düşdük? Amper qüvvəsi. Cəryan da gəldi, B induksiyada gəldi, sizin ovucunuza daxil oldu doğrudan da. Uşaqlar, həmişə yadınızda qalsın. Sol əlinizi elə tutun amper qüvvəsində və Lorenzdə. Və ovucunuzun içi həmişə olacaq nə? X və yadımızda qalsın. Ovucun içi X, əlimizin, yəni üstü olacaq nöqtə. Nöqtə. Aha. İndi baxaq. Baxın, indi sol əlimi elə tuturam ki, 4 dənə barmağım cəryanın istiqaməti, əlinizi tutun hal-hazırda. Baş barmağınız nə olacaq? Amper qüvvəsinin istiqaməti. Doğrudan da ovucunuzun içini gördünüzmü? Deməli, X-dir. İndi əlinizi elə tutun ki, əlinizin üstünü görün. Yenə 4 barmaq cəryan. Bu səfər nə oldu? Baş barmağınız düşdü aşağı. Başa düşdük? Bu qədər. Amper qüvvəsinin işi. Biz bilirik ki, mexaniki iş A bərabərdir F vurulsun S düsturu ilə təyin olunur. İndi burada da amper qüvvəsi iş görür. Amper qüvvəsinin işi
bərabərdir. Amper qüvvəsi vurulsun S. Amper qüvvəsi də nə idi? İBL, bir də vurulsun S. Bu qədər. Aha, uşaqlar, deməli ampermetrin, voltmetrin, bunlar da əsas qeydlərdir. Voltmetrin, elektrik mühərrikinin və ucadan danışanın iş prinsipi amper qüvvəsinə əsaslanır. Maqnit nüfuzluğu, indi buna baxaq. Deməli, maddənin maqnit xassələri, maqnit nüfuzluğu. Uşaqlar, maqnit nüfuzluğu hərfi ilə işarə olunur. Mühitin maqnit xassələrinin xarakterizə edən fiziki cəmiyyət maqnit nüfuzluğudur. B mühitdə, indeksində 0 olan isə vakuumda, yəni havasız mühitdə, havasızlıq şəraitində olan maqnit induksiya vektorudur. Maqnit nüfuzluğu bərabərdir mühitdəki bölünsün vakuumdakı. Buradan da B-ni tapsaq, çarpaz vurarıq da. B bərabərdir mü vurulsun B0. Bir də maqnit maddələr, təbiətdə maddələr maqnit xassələrinə görə 3 yerə bölünür. Paramaqnitlər, maqnit nüfuzluğu vahiddən cüzi böyük olan maddələrdir. Yəni mü böyükdür 1, B də böyük olsun B0-dan. Bunlara deyilir paramaqnitlər. Paramaqnitlər uşaqlar maqnitlər tərəfindən zəif cəzb olunan maddələrdir. Diamaqnitlər isə mü kiçik olur 1-dən, B də kiçik olur B0-dan. Deməli, mü böyük olanda baxın, mühitdəki də böyük olur. Kiçik olanda mühitdəki də kiçik olur. Belə yadınızda saxlayın. Və diamaqnitlər, deməli, maqnitlər tərəfindən az olaraq itələnir. Ferromaqnitlər, yəni cəzb olunur. Ferromaqnitlər nədir? Ferromaqnitlərdə isə mü, yəni maqnit nüfuzluğu 1-dən çox-çox böyük olur. O zaman B də, B0-dan mühitdəki də, vakuumdakindən çox-çox böyük olur. Və bunlar ferromaqnitlər, yəni maqnitlər tərəfindən böyük qüvvə ilə cəzb olunur. Ona görə mü çox-çox böyük oldu 1-dən. Və hər bir ferromaqnit üçün çürü nöqtəsi adlanan temperatur həddi var. Maddənin temperaturu deyir, çürü temperaturu həddini aşanda ferromaqnit xassəsini itirib paramaqnitə çevrilir. Deməli, temperatur çürü temperaturdan böyük olanda ferromaqnitlər paramaqnitlərə çevrilir. Məsələn, polad üçün çürü temperaturu 769 dərəcə Selsidir. 800 dərəcə Selsiyə qədər baxın qızdırılanda polad mismar maqnitsizləşir. Maqnit seli növbəti dərsdə keçəcək. İndi baxaq Lorentz qüvvəsinə. Gəlin görək uşaqlar, Lorentz qüvvəsi nədir? Lorentz qüvvəsi qeyd edək ki, maqnit sahəsi tərəfindən hərəkət edən yüklü zərrəciyə təsir edən qüvvəyə Lorentz qüvvəsi deyilir. Yenə də Lorentz qüvvəsi, baxın bayaq dedim. Alimlərin adı olanlar, məsələn, Lorenzdir, Amperdir. Bunlar Solel qaydasının təyin edilir. Deməli, Lorentz qüvvəsi də Solel qaydası ilə təyin olunur. Cəryanlı naqilə maqnit sahəsində Lorentz qüvvəsi təsir edir. Cəryan yüklü zərrəciklərin hərəkətidir uşaqlar. Bilirik ki, cəryan nədir? Yüklü zərrəciklərin hərəkəti cəryan adlanır. Hərəkət edən yüklü zərrəciklərə maqnit sahəsi tərəfindən təsir edən qüvvə Lorentz qüvvəsi deyə adlanır. Lorentz qüvvəsi modulu, deməli, zərrəciyin yükünün miqdarı və sinus alfa hasilinə bərabərdir. Yəni, Lorentz qüvvəsi bərabərdir QBV sinus alfa düsturu ilə təyin olunur. Burada uşaqlar V maqnit sahəsində nizamlı hərəkət edən yüklü zərrəciklərin sürətidir. Alfa nədir? Maqnit induksiya vektoru ilə B ilə sürət vektoru arasında qalan bucaqdır. Deməli, aşağıdakı hallarda deyir Lorentz qüvvəsi 0-a bərabər olur. Görək, hansı hallarda Lorentz qüvvəsi 0 olur? Uşaqlar, əgər yüksüz zərrəcik olarsa, yəni Q-nün yükü yoxdur da 0 olsun. Təbii ki, Lorentz qüvvəsi avtomatik 0 olacaq. 0-ı nəyə vursa 0 eləyəcək də. Daha sonra sükunətdə olan yüklü zərrəcikdə Lorentz qüvvəsi təsir etmir. Yəni, sükunət nədir? Sürəti olmasın. O da 0 olsun. Təbii ki, Lorentz qüvvəsi 0-a bərabər oldu. Yəni, Lorentz qüvvəsindəki cəmiyyətlərdən hansı 0 olarsa, həmin dəqiqə Lorentz qüvvəsi 0 olacaq. İndi maqnit sahəsində zərrəciyin hərəkət istiqamətinə paralel olarsa, biz bilirik ki, paralel olmaq nədir? Yəni, sinus 0 dərəcədə bərabərdir 0-a, sinus 180 dərəcədə bərabərdir 0-a. Deyəcəksiniz ki, paralellik necə? Yəni, baxın, yüklü zərrəcik B induksiya xətlərinə paraleldirmi? Baxın, paraleldir. Yəni, burada bucaq var, yox. Paralel olanda sinus 0 dərəcə və sinus 180 dərəcə oldu, açıq bucaqda, bərabər oldu 0-a.
Deməli, Lorentz qüvvəsi paralel olanda sıfıra bərabərdir. Perpendikulyar olan hal üçün baxaq. Əgər yüklü zərrəcik maqnit xətlərinə perpendikulyar olaraq daxil olarsa, sinus 90 dərəcədə təbii ki, bilirik ki, 1-ə bərabərdir. Lorentz bərabərdir QVB şərtinə bərabərdir. Bu da belə. Deməli, Lorentz qüvvəsi dedik ki, B və sürət vektorlarına perpendikulyardır və sol əl qaydasının həmişə təyin edilir. Sol əlimizi maqnit sahəsində elə tuturuq ki, maqnit induksiya vektor, baxın, B yenə də ovucumuza daxil olur. Bayaq da təbii ki, bu qayda ödənilirdi. Baxın, B sizin ovucunuza gəldi, daxil oldu. Doğrudan da gəlib daxil olur. Həmişə əlinizi elə tutursunuz ki, B ovucunuza daxil olsun. Açılan 4 barmaq sizin, baxın, 4 barmaq sizin göstərəcək sürətinizi, sizin deyəndə yüklü zərrəciyin. Deməli, baş barmaq nəyi göstərir? Lorentz qüvvəsinin istiqaməti. Belə yadımızda saxlayaq ki, baş barmaq həmişə qüvvələrin istiqamətini göstərir. Sinus alfada nə idi? Qüvvə ilə sürət arasındakı bucaq. Ona görə baş barmaq qüvvəni, 4 barmaq isə sürətin istiqamətini göstərdi. İndi uşaqlar, burada əsas məqam var. Baxın, əsas məqam. Əgər deyək ki, 4 barmaq müsbət yükün hərəkəti istiqamətində, mənfi yükün hərəkətin əksinə yönəlsin. Bu zaman 90 dərəcə açılmış baş barmaq Lorentz qüvvəsini göstərəcək. Bəs gəlin görək burada nə demək istəyir? Deyir ki, müsbət yükün hərəkət istiqaməti mənfi yükün hərəkətin əksinə. Bax, bura deməli, fokuslanaq, diqqətimizi yönəldək. Baxın, sol əlinizi açın. Açdınız. Ovucunuzu elə tutun ki, bayaqlarım dedim ki, ovucun içi x-dir. Ovucunuzu baxın, görürsünüzmü? Ovucunuzu gördünüz. Baş barmağınız yuxarı yönəlibmi? 4 barmaq nədir? Sürət. Всё. İndi diqqət eləyək. Mənfi yükdə diqqət eləyək. Bax, qarışdırmayın. Mənfidə diqqət eləyin. Yenə əlinizi tutun. Tutdunuz da yəqin. Aha, indi elə edin ki, əlinizin üstün görün. Nöqtədə axı. Əlinizə yazın üstünə nöqtə, içinə yazın x. Əlinizin üstü nöqtə, içi oldu x. Sol əl təbii ki. Aha, indi mən əlimi tutdum. Tutmuşam. Belə deyim də. Elə bir ki, əlimin siz tərəfdədir. Bir növ. Əlimi tutdum. Əlimin üstünü görürəm, içini görmürəm. İçi mənə lazım deyil, çünki nöqtədir. 4 barmaq sürəti göstərdimi? Baxın, mənim hal-hazırda baş barmağım yuxarı yönəlib. Mənim hal-hazırda əlimi tutduğum qaydaya əsasən baş barmağım yuxarı yönəlib. Siz qayıdıb sual verə bilərsiniz ki, müəllimə, bəs nə oldu? Siz bayaqdan deyirdiniz ki, Lorentz qüvvəsi yuxarıdır. Bəs niyə aşağı oldu? Təbii ki, mənfi yükdə həmişə əlinizi tutun. Lorentz yuxarıdırmı? Elə. Deməli, mənfi olduğuna görə mən aşağını götürürəm. Şöşdür. Mənfi olanda hərəkətin əksini götürürsünüz. Həmişə belə olur. Daha sonra eynən burada da bu qayda ödənilir. Aha, uşaqlar, davam edək. Deməli, bu da belə. Aha, uşaqlar, gəlin zərrəciklərin birciz maqnit sahəsində hərəkətinə baxaq. Deməli, baxın, burada bizə nə göstərir? Bu şəkillərdən təbii ki, söhbət gedir. Zərrəciklərin birciz maqnit sahəsində hərəkətinə baxaq. Deməli, burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 deməli, yüklü zərrəcikləri verilmişdir. Gəlin görək bunların istiqamətinə baxaq. Baxın, burada uşaqlar müsbət, mənfi, neytral yüklər var. Doğrudur. Sağda da yenə də müsbət, mənfi, neytral yüklər var. Gəlin indi baxaq. 1, 2, 3, 4, 5, 6. Bunlar paralel daxil olurmu? Baxın, doğrudan da B-yə paraleldir istiqamət olaraq. Sürətin istiqaməti B-yə paraleldir. Maqnit induksiya xətlərinə paraleldir. Deməli, paralel olanda demişdik sinus nəyə bərabərdir? 0-a. 180 dərəcədə də təbii ki, 0-a bərabərdir. Ona görə də düz xəttli bərabər sürətli 7, 8, 9 isə çevrə üzrə hərəkət edir. Deməli, perpendikulyar olanda uşaqlar çevrə üzrə bərabər sürətlə hərəkət edir. Paralel olanda düz xəttli bərabər sürətlə hərəkət edir və 0-a bərabərdir. Yüklü zərrəcik perpendikulyar olanda isə bərabər sürətli, çevrə üzrə bərabər sürətlə hərəkət edir. Deməli, yüklü zərrəcik maqnit sahəsinə bucaq altında daxil olarsa spiralvari hərəkət edəcək. Baxın, bu şəkildə bucaqla daxil olarsa spiralvari hərəkət edəcək.
İndi gəlin yüklü zərərciyə maqnit sahəsinə təsir edən qüvvəyə baxaq. Deməli, yüklü zərərciyə maqnit sahəsinə təsir edən qüvvə. Dedik ki, burada gəlin bunu başdan başlayaq yazmağa. Burada biraz qarışdırıb. Hardan yazaq? Aha. Biz bilirik ki, uşaqlar, Newtonun ikinci qanununa görə F bərabərdir ma-ya. Ma-nı nəyə bərabər edeyim? Lorentz qüvvəsinin düsturu nə idi? F Lorentz bərabərdir QVB-yə. Gətirirəm QVB-yə bərabər elədim. Aha, deməli QVB-yə bərabər elədim. Burada indi ma bərabərdir QVB deyil. Çevrə üzrə hərəkətdə biz bayaqda nə dedik? Perpendikulyar daxil olanda dedik, Lorentz qüvvəsi çevrə üzrə hərəkət edir. Çevrə üzrə hərəkətdə A bərabərdir nəyə düsturumuz? V kvadratı bölünsün R. Gətirib yerinə yazıram. M vurulsun V kvadratı bölünsün R bərabərdir QVB-yə. Aha, indi bax, davam edək. M V kvadratı bölünsün R bərabərdir QVB oldu. V-lərin biri getdi, hə? İxtisar getdi. Qaldı nə? Deməli, belə hardan yazaq? Buradan yazaq. MV bölünsün R bərabərdir QB-yə. Deməli, R bərabərdir nəyə uşaqlar? Buradan R belə yazaq da, R QB bərabər MV-yə. R də bərabərdir MV bölünsün QB düsturunu aldıqmı? Baxın, R bərabər MV bölünsün QB. Harada qeyd olunub? Hə, buradadır. Aha, baxın, mən danışdığım buydu. Deməli, R bərabərdir MV bölünsün QB. Bu hissələrdən danışıram. Zərrəciyin trayektoriyasının əyrilik radiusu R bərabər MV bölünsün QB. Uşaqlar, MV nədir? İmpuls. P bərabərdir MV deyil. Gətirib MV-ni yerinə yazırsınız P. Daha sonra nə yazaq? Bilirik ki, kinetik enerji burada W kinetik yazıb da. Yaxşı, biz də W yazaq. Bərabərdir MV kvadratı bölünsün R. P kvadratı bölünsün 2M. Buradan P kvadratı bölünsün 2M-i çıxardaq. Bərabər eləyək WK-ya. P bərabər nəyə? Kök altda 2WK vurulsun M. Sio. Alındı mı? Bu da belə. Deməli, R M-lə sürət, kütlə ilə sürətin impulsunun düz mütənasibdir. W ilə kök altı düzdür. Kök altı işarədə də bu. Q ilə B ilə tərs mütənasibdir. Çünki məxrəcdədir. Baxın. Aha, bu da belə. Aha, bir də uşaqlar burada maqnit sahəsində deyirik, yüklü zərərciyə maqnit sahəsinə təsir edən qüvvə. F Lorentz bərabərdir QBV. Deməli, burada oldu QB, P bölünsün M. İndi buna baxaq. Deməli, R bərabərdir. Dedik ki, düsturumuz necədir? Buradakı MV bölünsün QB. Doğrudur. R bərabərdir MV bölünsün QB. Buradan V nəyə bərabərdir? MV bərabərdir QB vurulsun R. V də bərabərdir QB R bölünsün, deməli, QB R bölünsün nədir? M. Bu şəkildə də yazmaq olar. Aha, uşaqlar, baxın burada dedik ki, Lorentz qüvvəsi QBV deyil. İmpulsun düsturu nədir? P bərabər M vurulsun V. Doğrudur. V də nəyə bərabərdir? P bölünsün M. Heç nə, gətirib yazıb yerinə P bölünsün M. P-nin də yerinə nə yazmaq olar? Biz bilirik ki, W kinetik elə Y kinetikdə. Y kinetik bərabərdir. P kvadratı bölünsün 2M. P bərabərdir kök altda 2Y kinetik M də yazmaq olar. Və yaxud da 2W kinetik bölünsün M. Eləmi? QB də nə etdi? Mötərizədən xaricə çıxdı. Bu da belə. Sonra eynən yüklü zərərciyə maqnit sahəsində təcridinə baxaq. Deməli, F bərabər MA-ya, A da bərabər F bölünsün M. F-in yerinə yazdı QBB bölünsün M. Deməli, indi nə yazıb bura? Yenə impulsun yerinə MV yazıbdı. QBV bölünsün M kvadratı olubdu. Baxın, P bərabər MV, V bərabər P bölünsün M. P bölünsün M. M zaten biri var idi. Biri də üstünə gəldi. Bu M oldu M kvadratı. İndi QB bölünsün M mötərizə xərcinə çıxdı və yenə də P-nin yerinə W kinetik bölünsün M yazdı.
Təcil Q ilə B ilə V ilə P ilə düz mütənasibdir. W kinetiklə kök altı ilə, M ilə isə tərs mütənasib asılıdır. Bunu izah elədik. Qaldı zərrəcin fırlanma periodu. Uşaqlar, zərrəcin fırlanma periodu nədir? Biz bilirik ki, T bərabərdir 2 pi r bölünsün V-dir, hə? Çünki nə? V bərabər 2 pi r bölünsün T-dir. O zaman T də bərabərdir 2 pi r bölünsün V olacaqdır da. İndi baxaq. Uşaqlar, R bayaqlar tapdıq. R bərabərdir. MV bölünsün QB tapmışdıqmı? Hanı? Bir dəqiqə. Aha, baxın bu. Bunu deyirəm. R bərabər MV bölünsün QB. Gətirib yerinə yazacağım da. 2 pi V qalsın burada. Aha, R-in yerinə nə yazım? MV bölünsün QB. V-lər getdi, qaldı nə? 2 pi bölünsün, deməli QB. Bir də M var, bir dəqiqə V-lər getdi, M qaldı. 2 pi M bölünsün QB. Doğrudan da 2 pi M bölünsün QB alındımı? Bəli. Deməli, period uşaqlar yadımızda qalsın, kütlə ilə düz mütənasibdir. Sürətdən, P-dən, nə bilim, WK-dan asılı deyil. Düsturda görürsüz, sürət falan. Yox. Deməli, onlardan asılı olmayacaq da təbii ki də. Düsturda olan kəmiyyətlərdən asılı olacaq. Q ilə B ilə də məxrəcsi olduğuna görə tərs asılıdır. Zərrəcin fırlanma tezliyi. Biz bilirik ki, M bərabər 1 bölü T deyil. Periodun düsturunu bildiniz, bəs edir də bunu niyə əzbərləyəsiniz ki? Periodun düsturunu bildinizsə tərsinə çevirin. Çünki 1 bölünsün T-yə bərabərdir. N Q ilə B ilə düz mütənasibdir. Yenə də sürətdir, nə bilim, impulsdur, kinetik enerji düsturda yoxdur, asılı deyil. M-lə də tərs asılıdır. Məxrəcdədir. Bucaq sürəti də nədir? Omega bərabərdir 2 pi N və yaxud da 2 pi bölünsün T-dir də. Gətirin, burada N-in yerinə verilən də düsturları yazın və yaxud da T-nin yerinə yazın. Hansını ürəyiniz istəyir. Alınacaq nə? QB bölünsün M. Omega da yenə W-dur, P-dir, W kinetikdən asılı deyil. Belə. İndi uşaqlar, baxaq görək kütlə spektroqrafı nədir? Deməli, dedik ki, burada nə deyir? Aha, deməli, maqnit sahəsində hərəkət edən yüklü zərrəcin kinetik enerjisi. Yüklü zərrəcin kinetik enerjisi nəyə bərabərdir? MV kvadratı bölünsün R. V bərabərdir R, düsturları yerinə yazanda nə alınır? F Lorentz vurulsun R bölünsün 2. Uşaqlar, Lorentz qüvvəsinin işi 0 olur. Çünki bu qüvvə hərəkətə perpendikulyar yönələndə Lorentz qüvvəsinin işi 0 olur. Niyə uşaqlar? Dedik ki, Lorentz qüvvəsi nə vaxt deməli yaranır? F Lorentz bərabərdir QVB, yəni perpendikulyar olanda. Sinus 90 dərəcədə 1-ə bərabər olmur. Bəli. Biz bilirik ki, görülən iş 90 dərəcədə nəyə bərabərdir? 0-a. O zaman Lorentz qüvvəsinin gördüyü iş 0-a bərabərdir. Çünki hərəkətə perpendikulyar yönəlib. Başa. Yüklü zərrəciklərin uşaqlar kütləsini ölçmək üçün kütlə spektroqrafı adlanan cihazdan istifadə olunur. Kütlə spektroqrafının iş prinsipi Lorentz qüvvəsinə əsaslanır. Yüklü zərrəciklərin sürətləndirmək üçün siklotrondan da istifadə olunur. Bunları qeyd edilir. Uşaqlar, gəlin baxaq görək kütlə spektroqrafı necə işləyir, prinsipi necədir? Baxın, bunları, bu xətləri biz radius olaraq qəbul edirik. Bu R1-dir, tutalım ki, bu da olsun nə? R2, baxın. Çevrəni tutan belə bir radiusu da R2. Aha. Düsturlarımız bayaq yazdıq da, hardan gəldiyini öyrəndik. Q bərabər MV bölü RB idi. M bərabər QBR bölünsün V idi. Q' də xüsusi yükdür. Q bölünsün M-dir. Bu da V bölünsün B şəklini almış olur. İndi burada R1 kiçikdir R2, doğrudur. Görürük ki, radius kiçikdir də R1-in radiusu. R bərabərdir MV bölünsün QB. Radiusla kütlə düz mütənasibdir. Deməli, M1 də M2-dən kütləsi kiçik olacaq. Başa düşdük uşaqlar? Deməli, tutalım ki, bizdə mənfi yük verib. Mənfi yük sahə istiqamətində daxil olur. Deməli, burada bizdə X verib. Əlimizin içini görəcəm. 4 barmaq necə yönələcək? Deməli, 4 barmaq yönələcək yuxarı. 4 barmaq yönələcək yuxarı. 4 barmaq yönələcək aşağı. 4 barmaq yönələcək aşağı. 4 barmaq yönələcək yuxarı. 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 4 bar
sürət istiqamətini göstərəcək. Sağ əlim getdimi sağa uşaqlar baxın. Normalda sağ əlimiz sağa gedir də. Mənfi olduğuna görə sağı silib, yəni əksini götürəcəmmi? Mənfi olanda həmişə barmağınızı göstərirsiniz, amma əks istiqamətdə götürürsünüz. Eflores. Yəqin ki, bu qədər uşaqlar aydın oldu. Bu qədər. Sağ olun uşaqlar, hələlik.